أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. Əsas dərsimizin ünvanı Müsəlmanın başqalarının eybi ilə məşğul olmaması haqqında olacaq. Müsəlmanın başqalarının eyblərini axtarmamaq haqqında olacaq. Çünki biz müqaddimada dedik ki, hər kəs xata edir və xatalar müxtəlif növlərə bölünür. Bir müsəlman çalışmalıdır, Allah qatında öz mənzilini ucaltmaq üçün öz eybləri ilə məşğul olsun. Birinci növbədə budur. Birinci növbədə səndən tələb olunan budur, öz nəfsini islah elə. Gör Allahın vaciblərini yerinə yetirirsənmi? Tövhiddə mənzilin haradadır? La ilahe illallah Muhammed Rasulullah kəlməsinin mənasını bilirsənmi? Nəyə dəlalət edir bilirsənmi? Namazlara olan mövqeyin, zəkatı verirsənmi? Ramazanın orucunda olan mövqeyin, pulun olub da həcci təxirə mi salırsan, yoxsa əlinə pul düşdüyü zaman birinci həccim yerinə yetirirsən? Gözünü qoruyursam haramlardan, qulağını qoruyursam haramlardan, dilini qoruyursam haramlardan, əllərini qoruyursam haramlardan, ayaqlarını qoruyursam haramlardan, sağ tərəfində xeyir yazan, sol tərəfində şər əməllərini yazan mələklərin olduğunu dərk edirsənmi? Tələffüz etdiyin hər kəlmənin qiyamət günü Allahın qabağında durub hesaba çəkiləcəyini düşünürsənmi? Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Tələffüz etdiyiniz hər kəlməni yazan raqib və atid adında mələklər var. Sələflərdən biri deyir ki, bir xəstə xəstələndiyi zaman iniltisini də mələklər yazır. İniltisinin də hesabı var qiyamət günü. Bu insan yalan yerəm inildəyir, yoxsa həqiqətən mi inildəyir? Bu inildəmək ağrı acısına görədir, yoxsa şikayət ifadəsidir? Əgər bir müsəlman bugünkü gündə öz eyblərini düzəltməyə çalışarsa, başqalarının eyblərini axtarmağa vaxtı olmaz. Kim başqalarının eybini axtarmaqla məşğul olarsa, başqalarının eybini qurcalaya durarsa və bunun üçün müxtəlif vəsilələrə əl atarsa, o insan öz eyblərini tamamilə unudar. Öz eybini unudan insan heç vaxt özünü islah edə bilməz. Tövbə nemətindən məhrum olan bir şəxs olur o adam.